Dalğaların qoynunda. Şimaldan əsən külək neçə gündən bəri idi ki, ara vermir, sahil və təqəsinin taxta çardaqlarında qəribə bir səslə vıyıldayırdı. Adanın qoynundakı bu balaca qəsəbədə külək pəncərə və qapıları silkələyir, evlərin arasındakı boşluqlarda uğulduyurdu. Küləyə qabağına qatıb qovduğu qum burulğanını evlərin qapı-bacalarına çırpırdı. Yoldan keçənlər dişlərinin arasında qumun xırçıldadığını hiss edirdilər. Dalğalar şiddətlə sahilə toxunduğu zaman onların gürültüsündən evlərdə qulaq deyənə ağız eşitmirdi. Burada norma pozuntusu var. Çox özü norma pozuntusudur. Dalğalar şiddətlə sahilə toxunduğu zaman dalğa toxunmur. Onların gürültüsünü evlərdə qulaq deyəni yox, ağız deyəni qulaq eşitmirdi. Yəqin ki, bu açıq sualda qabağımıza çıxacaq ki, düzəliş eləyin. 100% var. Orada dalğaların şiddətlə sahilə toxunduğu o da dəyişməlidir. Bəli, dalğalar şiddətlə sahilə, deməli, dalğa neyinir? Çırpılır. Çırpıldığı zaman onların gürültüsündən evlərdə ağız deyəni qulaq eşitmirdi. Bax, bunu düzəldin. Neçənci sualdır bilmirəm. Bu belə olmalıdır. Dalğalar şiddətlə sahilə çırpıldığı zaman onların gürültüsündən evlərdə ağız deyəni qulaq eşitmirdi. Deyəsən sahildə söhbət edən adamlar da deyilənləri eşitmədikləri üçün bir-birlərini əl-qolla baş salmağa çalışırdılar. Adamlardan bir qadın idi, körpəsini sinəsinə sıxıb biraz kənarda dayanmışdı. Qayıqçı Həsən qonşusu Cəmilin sözlərini güclə eşidirdi. Müəllimin həyat yoldaşıdır, özü burada yoxdur, uşaq da xəstələnib, deyir ki, mütləq şəhərə çatdırmaq lazımdır. Mümkün deyil, belə havada heç kim açıq dənizə çıxmaz. Həsən başını buladı. Bax, elə buna görə sənin yanına gəlmişik. Köməkçi Kamal söhbətə qarışdı. Həsən dayı, bacararıq. Uşaq yazıqdı axı. Qayıqçı əlini yelləyib qayığa keçdi. Qadınla Kamal da onun ardınca qayığa mindilər. Motor hisslə nərildədi. Qayıq kiçik bir dövrə vurub qayaların yanından ötdü. Onun arxasınca köpüklü sular da vuruldu. Yarım saat sonra dalğaların qoynunda quş kimi süzən qayıq birdən suyun altından zərblə nəyəsə dəydi. Sükan qayıqçının əlindən çıxdı. Kamal özünü saxlaya bilməyib zərblə yıxıldı. Ayağa qalxmaq istəsə də bacarmadı. Deyəsən yaralanmışdı. Kamal nə baş verdiyini anlayan kimi Sükana doğru can atdı. Ancaq sol ayağının ağrısına tərpənə bilmədi. Ağrı güclü, qayıqçı taqətsiz. Fəlakət böyük, imkan az. Burada 100% soruşur şeyləri, üslub xüsusiyyətlərini seçin. Buradan. Yəni, mətnlə bağlı üslub xüsusiyyətlərini seçin. Yəqin ki, elə bir sual var. Çünki doludur burada məcaz. Məsələn, deyir ki, yuxarıda var idi. Motor hisslə narildədir. Motor hisslə narildəmir ki, köçürmə var. Bu metafordur. Daha sonra qış kimi üzən qayıq. Bu təşbehdir. Daha sonra deməli, can atdı. Sükana doğru can atmaq məcazilikdir. Sonra ağrı güclü, qayıqçı taqətsiz. Burada təzad var. Bədii təzad. Ondan sonra fəlakət böyük, imkan az. Burada da təzad var. Bütün gücünü toplayaraq sürünə-sürünə Sükana çatdı. Bu zaman qayıqçının səsini eşitdi. Deşiyi qapa, qoyma qayığa su dolsun. Qayığın içi su ilə dolurdu. Kamal gödəkçəsini çıxarıb deşiyi bağlamağa çalışdı. Su ara verəndə qayığa dolmuş suyu boşaldıb dərindən nəfəs aldı və birtəhər tək ayaq üstə qalxıb Sükanına yapışdı. Bu an onun beynində tək bir düşüncə vardı. Necə olur olsun yıxılmamaq və Sükanı buraxmamaq. Arabir ayağının ağrısından huşu başından gedirdi. Bir an qayığın arxa tərəfindən gələn körpə səsi onu özünə gətirdi. Gözlənilmədən qəfil zərbə Kamalı geri itələdi. O qayığa yıxıldı. Qayıq sahilə toxunub dayanmışdı. Kamal qayığı sahilə bağlamaq üçün son gücünü toplayıb quruya çıxdı. Lakin taqətsiz halda huşunu itirərək qumun üstünə düşdü. Gözləri qaraldı. Körpə səsi onu yenidən həyata qaytardı. Səs bu dəfə lap yaxından gəlirdi. Gözlərini açanda qadını başının üstündə gördü. Qutardı mətin. Mən də elə bildim davamı olacaq bunun. Nəysə, baxırıq. 201-ə. Deyir ki, mətnə əsasən uyğunsuzluğu müəyyən edin. Dənizdə güclü külək vardı. Nəticədə Həsən qonşunun sözlərini narazılıqla qarşılayır.
Bəli, orada deyir ki, deməli, dənizdə güclü külək var idi deyə ona deyir ki, Həsən, belə havada heç kim açığı dənizə çıxmaz. Deyir, mümkün deyil. Belə havada heç kim açığı dənizə çıxmaz. Həsən başını buladı. Burada A düzdür. B-də deyir ki, dalğaların səsi deyilənləri eşitməyə imkan vermir. Nəticədə adamlar əl qolla danışırlar. Bu da düzdür. Deyir ki, burada yazmışdı elə yuxarıda. Deyəsən sahildə söhbət edən adamlar da deyilənləri eşitmədikləri üçün bir-birlərini əl qolla başa salmağa çalışırdılar. Bu da doğrudur. Sonra deyir C-də qayıqda körpənin səsi eşidilir, Kamal özünə gəlməyə başlayır. Bu da düzdür. Onu körpənin səsi ayaqda saxlayır hətta. Deyir ki, körpə səsi onu özünə gətirdi. Yəni onun özünə gəlməsinin səbəbi nədir? Körpə səsi. Bu da doğrudur. D-də deyir ki, qayıq dövrə olaraq qayaların yanından keçir, nəticədə qayıqçı idarə etməni itirir. Qayıqçının idarə etməni itirməsinin səbəbi əlverişsiz hava şəraitidir. Yəni qayığın qayaların yanından ötüb keçməsi deyil. Ona görə D səhvdir. Kamal qayıqda yıxılaraq zədələnir, nəticədə Kamil arabir huşunu itirir. Düzdür, zədələnir, böyük ehtimal qanda itirir və ona görə də huşunu itirir. Düzgün cavab olur D variantı, çünki uyğunsuzluğu istəyir. 202. Mətndə əvvəlinə rəqəm yazılmış hansı cümlələrdə bütün sözlər həqiqi mənada işlənir? Həqiqi məna deyirsə, biz bir-bir mətnə qayıdıb yenə baxmalıyıq. Görək hansılarda ancaq həqiqi var. Deyir, adanın qoynundakı bu balaca qəsəbədə külək pəncərə və qapıları silkələyir, evlərin arasındakı boşluqlarda uğuldayırdı. Adanın qoyunu məsələn, bu məcazidir. Yəni qucaq mənasında. Adanın qucağı mı olur? Birdə məcazi var. Külək qabağına qatıb qovduğu qum burulğanını külək qumu qova bilərmi? Yox, bu da məcazidir. 3-də yoldan keçənlər dişlərinin arasında qumun xırçıldadığını hiss edirdilər. Bu həqiqidir. 4-də deyir ki, bir-birlərini əl qolundan başa salmağa çalışırlar. 4-də başa salmaq məcazidir. 5-də 5 hanı? Hə, adamlardan biri qadın idi, körpəsinin sinəsinə sıxıb biraz kənarda dayanmışdı. Elə 3 ilə 5-dir. Çünki 1-də adanın qoyunu məcazidir. 2-də küləyin qovmağı məcazidir. 4-də isə başa salmaq məcazidir. 3, 5. 202-də 3, 5. O da olur cavab D variantı. Mətnin plan ardıcıllığını müəyyən edin deyir. Mətnin plan ardıcıllığını bilmək üçün biz deyirik ki, mətnə qaydırıq və həmin şeyləri, necə deyim, başlıqları yazıb sonra düzürük. Məsələn, qəfil zərbə, qayıqçının etirazı, quruda hökmran külək, həyat dolu səs, xilas cəhdləri. Birinci nə olacaq? Küləkdən danışır. Baxın, deyir, şimaldan əsən külək neçə gündən bəri idi ki, ara vermir. Deməli, bu küləyin ara verməməsi neçənci idi? 3. Bana gətirib yazıram, bura 3 yazıram. Bura 3 yazıram. Sonra deyir ki, qəfil zərbə, qayıqçının etirazı. Qayıqçı etiraz edir. Deyir ki, bu havada heç kim çıxmaz da, mümkün deyil. Belə havada heç kim açığı dənizə çıxmaz deyə başını buluyur. 2 idi deyəsən o. Sonra nə olur? Sonra qəfil zərbə ilə yıxılır, qayığa mindilər. Biraz gedəndən sonra nə olur? Kamal özünü saxlaya bilməyib zərblə yıxıldı. Qəfil zərbə 1. Qəfil zərbə qalır 4, 5. İndi xilas cəhdləri, həyat dolu səs. Xilas cəhdləri budur bax. Qayıq sahilə toxunub dayanıb, Kamal qayığı sahilə bağlamaq üçün son gücünü toplayıb quruya çıxdı. Bu xilas cəhdləridir deyə. O olur 5. 5. Axırda da o körpənin səsi var, körpənin səsi. Bu da olur 4. Tapdıqca nömrəlisə sonra yuxarıdan aşağı düzürsünüz. 3, 2, 1, 5, 4. 3, 2, 1, 5, 4. Cavab olur B variantı. 203'dən. 204. Bu maraqlı sualdır, çünki üslub sualıdır. Əsas mətnimiz hansı üslubdadır? Bədii üslubdadır. Bədii üslub. Dənizlər qismən quru ilə, qismən də sualtı relyef yüksəklikləri ilə ayrılır və başlıca olaraq
hidroloji xüsusiyyətinə görə okean mərkəzi hissəsindən fərqlənir. Bu da deməli olur bircə dəqiqə. Burada da olacaq şeydən elmi. Çünki hidroloji falan var. Terminlər var burada. Hidroloji, relyef. Bu da olacaq elmi. İndi deyir terminlərdən istifadə. Nədən termindən istifadə olunur elmidə? Obrazlı ifadələrdən istifadə bədidə. Standart nitq forması olmaması yazıb. Əgər olması yazsaydı heç bir nə getməzdi. Olmaması yazıb deyir 3-ü ortaya yazırsınız. 4-də deyir sözlərin çox mənalılığına yol verilməməsi. Yəni məcaziliyə yol verilməməsi. Hara yazacağıq? 2-yə. Çünki məcazilik bədidə olur, amma elmidə olmur. Sözün poetik funksiyasından istifadə. Poetik nədə olur? Bədidə. 5 yazıram bura. Kütləvi informasiya vasitəsini heç yerə yazmıram. Çünki bu publisistikə aiddir, amma mətnimiz publisistikdə deyil. Birinciyə 2-5, ikinciyə 1-4, üçüncüyə 3. O da olur A variantı. Sonra deyir ki, mətndə nöqtələrin yerinə hansı cümlə əlavə edilsə, tərkib hissələri arasındakı əlaqə gözlənilir. Orada nöqtələri tamamlamaq üçün həmişə nöqtədən əvvəl oxuyun, bir də nöqtədən sonranı. Bu an onun beynində tək bir düşüncə vardı. Necə olursa olsun yıxılmamaq və sükanı buraxmamaq. Arabir ayağının ağrısından huşu başından gedirdi. Bu ikisinin arasında bu anasız körpənin həyatını, anasız körpə deyil. Çünki biz nəticəyə əsasən bilirik ki, körpənin anası başının üstündədir. A. Səhvdir. O bu çarəsiz halı ilə dalğalara qalib gələ biləcəkmi? Bunu yazmaq olar. Çünki orada onun birinci çarəsizliyindən danışıb. Sonra çarəsizlik halı ilə dalğalara qalib gələ bilməyəcəyini soruşur. Sonra da deyir ki, arabir ayağının ağrısından huşu gedirdi. Elə B olacaq düzgün cavab. C-də deyir, boş qalmış qayıq dalğaların əlində oyuncağı sevmişdi. Boş qalmamışdı, içində adamlar var idi. Küləksiz havada küləksiz deyildi hava. Yoldaşlarını itirən kapitan heç kimi orada heç kimi itirməmişdi. A-da da deyir anasız körpə. Yəni onlar olmur, cavab olur B variantı. Mətnin 3-cü abzası ilə bağlı üslubu xüsusiyyətlər deyil. Bayaqları deyəsən elə mənim yazdığım abzasdır, hə. Baxın, bir də deyirəm. Motor hisslə nərildədir. Siz buna yazmalısınız metafor. Çünki nərildəmək pələngə aid bir şeydir. Nərildəmək şir nərildəyir də, hə. Motora köçürtmə olub. Bu olur metafor. Sonra quş kimi süzən qayıq. Quş kimi burada təşbehdir. Sonra deməli can atmaq, sükana doğru can atmaq məcazilikdir. Ağrı güclü, qayıqçı taqətsiz təzaddır. Fəlakət böyük, imkan az təzaddır. Yəni bunları yazmalı idiniz. 3-cü abzasda bir ton şey dedik. İndi orada neçə dənəsini istəyirsə, deyirsən 3 dənə istəyir. 2 dənə. Sonra deməli, deyil mətnə əsasən cədvəli tamamlayın. Körpənin xəstəliyi problemin həllini nədə görür? Körpənin xəstəliyi kim üçün problemi idi? Ana üçün problemdir, düzdür? Adamlardan biri qadın idi. Körpəsinin sınavları dayanmışdı. Qayıqçı Həsən qonşu Cəmilin sözlərini güclə eşidirdi. Müəllimin həyat yoldaşı özü burada yoxdur. Uşaq da xəstələnib. Deyir ki, mütləq şəhərə çatdırmaq lazımdır. Deməli, problem uşağın xəstə olmasıdır. Düzdürmü? Körpənin xəstəliyidir. Şəxs kimdir? Ana. Ana üçün problem odur. Həllini nədə görür? Mütləq deyir, şəhərə aparmaq lazımdır, şəhərə çatdırmaq lazımdır o. Sonra Kamalın qarşılaşdığı 2 dənə problem var. Biri deşikləri tıxamaqdır. Çünki orada qayığa su dolur. Deşiyi tıxamaqdır. Biri odur. Problemin həllini nədə görür? Öz gödəkcəsini çıxartır, həmin o deşiyə tıxıyır. Belə deyək, gödəkçədən istifadə edir. İkinci problem nədir? Qayıqdakıları xilas eləmək. Çünki sahilə çatıb birtəhər qayığı sahilə bağlamaqda, belə deyək. Problem nə idi? Qayıqdakıları xilas eləmək. Problemin həllini nədə görür? Sükanı özü idarə etməyə başlayır və sahilə gətirməyə çalışır. Qayığı sahilə gətirməyə çalışır. Sonra
Güc fiziki vəziyyətdən yox, boyun əyməyən iradədən gəlir. Aforizmini Kamal obrazı ilə əlaqələndirib yazın. Deməli, Kamal o şeydir də, bu hansı ki, Kamal, hədir bu, Kamal. Kamal, məsələn üçün, deyirsən ki, fiziki gücdən asılı deyil. Onun fiziki gücü yox idi. Məsələn, sol ayağını hətta hiss eləmirdi, deyir. Böyük ehtimalla sol ayağı artıq çox zədələnmişdi və qan gəlirdi. Ağrısı güclü idi. Yəni fiziki gücü yox idi. Sürünə-sürünə sükana çatır. Deməli, aforizmi bir görək. Güc fiziki vəziyyətdən yox, boyun əyməyən iradədən gəlir. Yazırsınız ki, mətndəki Kamal obrazı ilə belə əlaqələndirmək olar ki, Kamalın fiziki gücü artıq yox dərəcəsində idi. Çünki ağır zədə almışdı və ayağını hiss eləmirdi. Lakin buna baxmayaraq, o öz gücünü toplayaraq gəmidəkiləri sahilə çatdırmağı bacarır və onları xilas eləyir. Özü huşsuz vəziyyətdə olsa da, gəmidəkilər, qayıqdakıları xilas etməyi bacarır. Deməli, Kamal mərhəmətlidir. Sonra 209-da deyir. Kamal mərhəmətlidir. Çünki orada körpəni xilas eləmək üçün şəhərə getməyə razı olur. Çünki o körpənin xəstəliyinə görə şəhərə getməyə razı olur. Kamal necədir? Çünki yaralı olmasına baxmayaraq qayıqdakıları xilas eləyir. Kamal cəsarətlidir deyə bilərik. İradəlidir, dözümlüdür, cəsurdur. Ən çox cəsur daha məntiqlidir deyə düşünürəm. Kamal cəsurdur. Çünki yaralı olmasına baxmayaraq qayıqdakıları xilas edir. Kamal mərhəmətlidir. Çünki körpənin xəstəliyinə görə şəhərə getməyə razı olur. Bu da 209. Sonra gəlirik 210-a. Deyir, mətnin ikinci abzası, bunu da bayaq dedik, düzəlişə ehtiyacı olan cümləni deyir. Bir də deyirəm, dalğalar şiddətlə sahilə çırpıldığı zaman, onların gürültüsündən evlərdə qulaq deyəni yox, ağız deyəni qulaq eşitmirdi. Ağızla qulağın yeri dəyişilməlidir. Bir də deyirəm, dalğalar şiddətlə sahilə çırpıldığı zaman onların gürültüsündən evlərdə ağız deyəni qulaq eşitmirdi. Bu şəkildə düzəliş eləməlidir. Bu mətnin izahı belə.